Bakı şəhəri Nəsmi rayonunda aparılan tikinti işləri zamanı səkilərin qanunsuz şəkildə zəbt edilməsi sakinlər arasında ciddi narazılıq doğurur. Şəhərin müxtəlif ərazilərində müşahidə olunan bu hal həm piyada təhlükəsizliyini, həm də nəqliyyatın hərəkətini ciddi şəkildə çətinləşdirir. Əməkdaşlarımızın ərazidə apardığı müşahidələr zamanı piyada keçidindən istifadə etdikdən sonra bir neçə metr irəlidə səkinin tikinti şirkəti tərəfindən tam bloklandığı açıq şəkildə görünür. Tikinti şirkətləri tikinti materiallarını, ara kəsmələri və satış məntəqələrini birbaşa səkilərə yerləşdirərək piyada hərəkət zolaqlarını faktiki olaraq istifadəsiz vəziyyətə salıblar. Nəticədə piyadalar yoldan keçməyə məcbur olur ki, bu da avtomobillərlə eyni hərəkət zolağında qalmasına və qəza riskini ciddi şəkildə artmasına səbəb olur. Sakinlərin sözlərinə görə son dövrlərdə belə halların çoxalması yollarda piyada ölümü ilə nəticələnən hadisələrin artmasına da təsir göstərib. Məlumata görə təkcə bir ərazi ilə məhdudlaşmayan bu problem Nəsmi rayonunun bir çox hissəsində müşahidə olunur. Xüsusilə Nəsib bəy Yusifbəyli küçəsində bina tikintisi ilə bağlı yaradılan satış məntəqəsinin birbaşa səki üzərində qurulduğu və səkini tam bağladığı qeyd edilir. Bu səbəbdən piyadalar yolun hərəkət hissəsinə çıxmalı olur və nəqliyyatın axınına da maneə yaranır. Sakinlər bildirirlər ki, paytaxtın mərkəzində də belə qanunsuzluqların baş verməsi, səkilərin zəbt edilməsi və piyada təhlükəsizliyinin nəzərə alınmaması yol verilməzdir. Onlar aidiyyatı qurumların məsələyə müdaxilə edəcəyini ümid edirlər. Bölgə TV olaraq məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq, lakin zənglərimiz cavabsız qaldı. Dilbər Vüqar qızı, Bölgə TV.